verdi. Hə. Yəni qəti sürət çıxmır. Prosta İndi çölə çıxanda nə olur? Fərqi nədir? mənə görə də. Evdə gəzmir. Biz məsələyə deyirik ki, gəzməsin. Gəzirsə, individual ayaqqabılar var, onlarla hərəkət eləsin. Mən hələ də anlaya bilmirəm də onun nətər insanlara deyim ki, yəni o insan başa düşsünlər ki, mən deyəndə ki, gəzmə, ayaqqabı giy, spesialin o ayaqqabılar var ki, onlar əzilməsin. Deyir, mən onsuz da çölə çıxmıram ki. Yəni, yataqdan durub, mətbəqə keçirəm, zala keçirəm, sanitar qovşağa keçirəm, evdə bütün günü gəzirəm. Soruşanda da həkim deyir, mən çölə çıxmamışam ki, burada gələndə elə ayaqqabını giydim, onda gəldim. Gəzmək nətər olur? Biz demirik ki, də yürüyüşə çıxaq, məsələn, marafona qoşulaq. Evdə də o ayaqqabı ilə gəzir. Mütləq. Yaranın sağalması üçün biz o yaranı naqruskadan, o zərbədən, əzilmədən qorumalıyıq ki, o yara əzilməsin. Çəki, bir 80-90 kiloqram çəki o yaranın üstünə basanda o yara aralanır, yara əzilir, sulanır. Sağalma etapı daha da uzanır. Yəni bunda baş barmağında qızadır. O dəyib görsən dəyə bilər. Baş barmağında olan hissəni mən təmizlədim, orada tam yara sağalıb. O bir ayağında, ayağının altında olan o çat ki var, orada yaxşıdır. Amma istədiyimiz kimi deyil, artıq o sağalmalıydı. Yara nə qədər tez sağalırsa, o qədər fəsadsız biz qutara bilirik. Yaranın sağalma müddəti uzandıqca aşağı təbəqədə olan sümüyə qədər hətta belə çürümə verə bilir.